Bilirsiniz, 90 yaşına qədər yaşayıb, üstəlik düşüncə aydınlığını da qoruyan insanları birləşdirən əsas şey nədir? Yox, bu nə nadir genetika ilə bağlıdır, nə də aptekdən alınan möcüzəvi əlavələrlə. Əslində məsələ çox sadədir. Onları qoruyan əsas şey bir gündür. Daha dəqiq desək, o günün necə qurulmasıdır. Səhər necə oyanırsınız? İlk bir saatı necə keçirirsiniz? Nə yeyirsiniz? Nə qədər hərəkət edirsiniz? Axşam bədəni necə sakitləşdirirsiniz və necə yatırsınız? Bunların hamısı bir günün içində baş verir. Amma illərlə təkrarlandırda həyatın keyfiyyətini tam dəyişir. Mən doktor Azərəm. Uzun illərdir tibbdəyəm və bu illər ərzində minlərlə pasiyent üzərində bir şeyi çox aydın gördüm. İnsanların çoxu sağlamlığını bir böyük qərarla yox, kiçik gündəlik vərdişlərlə itirir. Eyni qayda əksinə də işləyir. İnsan sağlamlığını da böyük möcüzə ilə yox, sadə, amma ardıcıl gündəlik sistemlə qoruya bilir. Bugün sizə 40 yaşdan sonra ideal günün necə görünə biləcəyini göstərəcəm. Mürəkkəb sxemlərsiz, süni motivasiya olmadan, sadəcə həqiqətən işləyən prinsiplərlə. Və videonun sonunda bir axşam vərdişi haqqında danışacağam ki, o uzun ömürlülük baxımından düşündüyünüzdən qat-qat önəmlidir. Səhər, günün ilk saatı niyə bu qədər vacibdir? Səhər oyandığınız ilk dəqiqələr sadəcə günün başlanğıcı deyil, onlar bütün günün hormonal fonunu müəyyən edir. Bir çox insan ilk səhvi elə burada edir. Gözünü açır-açmaz telefona baxır. Mesajlar, xəbərlər, sosial şəbəkələr, işlə bağlı bildirişlər. Bu an bədəndə nə baş verir? Səhər kortizol adlı hormon təbii olaraq yüksəlir. Bu normaldır. Bu bədənin oyanma mexanizmidir. Amma siz hələ yataqdan qalxmadan beyninizi informasiya ilə, xüsusilə də stres yaradan informasiya ilə yükləyəndə bu hormon daha da artır. Nəticədə siz günə sakit yox, gərgin başlayırsınız. Və çox insan gün boyu hiss etdiyi daxili təlaşın, əsəbiliyin və diqqət dağınıqlığının səbəbini burada axtarmır. Ən düzgün yanaşma nədir? Oyandınız, tələsməyin. 1-2 dəqiqə sakit qalın. Bir neçə dərin nəfəs alın. Bədəni birdən-birə stres rejiminə salmayın. Bu çox sadə görünür, amma fizioloji cəhətdən çox ağıllı addımdır. Dərin nəfəs diafraqmanı işə salır. Bu isə sinir sisteminin sakitləşdirici hissəsini aktivləşdirir. Bədənə siqnal gedir ki, təhlükə yoxdur. Günü normal şəkildə başlaya bilərik. Sonra bir stəkan ilıq su. Soyuq yox, ilıq. Gecə ərzində bədən maye itirir. Səhər su içmək qan dövranını, həzmi və ümumi oyanma prosesini dəstəkləyir. Bəziləri suya az miqdarda limon da əlavə edir. Bu, həzm sistemini bir qədər aktivləşdirə bilər. Amma əsas məsələ limon deyil. Əsas məsələ suyun özüdür. Səhər hərəkəti. İdman zalı deyil, bədənə oyandırıcı siqnal. Səhər ilk saatda daha bir vacib addım var. Hərəkət. Bu da söhbət ağır məşqdən getmir. Söhbət bədəni oyatmaqdan gedir. Bir çox insan səhər oyananda özünü taxta kimi hiss edir. Boyunda gərginlik, belində sərtlik, dizlərdə rahatlıq yoxdur. Bu yaşın özü deyil. Bu, gecədən sonra hərəkətsiz qalan bədənin reaksiyasıdır. 10 dəqiqəlik sadə hərəkət kifayət edir. Oynaqların yüngül fırladılması, boyun və çiyin açmaları, bir neçə yüngül əyilmə. Bu hərəkətlər bədəndə qan dövranını artırır, oynaqlarda hərəkəti rahatlaşdırır və bədəni günə hazır vəziyyətə gətirir. Xüsusilə 40 yaşdan sonra bu kiçik səhər ritualı çox dəyərlidir. Çünki oynaqlar, əzələlər və damar sistemi artıq 20 yaşındakı kimi işləmir. Səhər hərəkəti sadəcə enerji vermir. O, gələcəkdə hərəkətsizlik ilə bağlı problemlərin də qarşısını alır. Səhər duşu və sinir sistemi. Bundan sonra duş gəlir. Burada da vacib detal var. Bir çox insan ya çox isti suya girir, ya da ümumiyyətlə bədəni canlandırmadan günə keçir. Mən ən ideal variant kimi mülayim kontrastı görürəm, ifrata getmədən. Biraz isti su, qısa müddət sərin su, sonra yenə isti. Bu damar tonusuna, oyanıqlığa və ümumi tonusa yaxşı təsir edə bilər.
Əsas məsələ bədəni stresə salmaq yox, onu sakit və ayıq rejimə keçirməkdir. Səhər yeməyi. Niyə ənənəvi səhvlər hələ də davam edir? İndi gələk səhər yeməyinə. Burada köhnə yanaşmalarla müasir tibbin arasında çox ciddi fərq var. Bir çox insan hələ də belə düşünür. Səhər çoxlu çörək, sıyıq, mürəbbə, şirin çay, güya bu enerji verir. Amma reallıqda belə səhər yeməyi çox vaxt qanda şəkərin kəskin qalxmasına səbəb olur. Sonra insulin artır. Bir müddət sonra isə enerji yenidən düşür. İnsan özünü ac və halsız hiss etməyə başlayır. Beləliklə, gün daha başlamamış qida ilə bağlı dalğalanma başlayır. Daha düzgün səhər yeməyi necə görünür? Əsas prinsip zülal. Yumurta çox yaxşı variantdır. Kəsmik, pendir, bəzən balıq və ya digər zülal mənbələri. Bunun yanında tərəvəz, pomidor, xiyar, göyərti. Bir qədər keyfiyyətli yağ da faydalıdır. Məsələn, zeytun yağı, avokado və ya az miqdarda qoz fındıq. Bu tip səhər yeməyi qanda şəkəri daha stabil saxlayır, toxluq hissi daha uzun davam edir. İnsan günün ilk yarısında daha rahat işləyir. Qəhvə içirsinizsə, bunu da düzgün edin. Boş mədəyə güclü qəhvə çox adamda mədə narahatlığı yarada bilər. Ona görə qəhvəni qidadan sonra və ya heç olmasa qida ilə birlikdə qəbul etmək daha məqsəd uyğundur. Və ən vacib detal, səhər yeməyini tələsik yeməyin. Bədənə siqnal vermək üçün təkcə nə yediyiniz yox, necə yediyiniz də vacibdir. Sakit yemək həzmə, toxluq siqnallarına və sinir sisteminə müsbət təsir edir. Günün ilk yarısı. Oturaq, həyat niyə bu qədər təhlükəlidir? İndi isə iş saatlarına keçək. Müasir insanın ən böyük problemlərindən biri oturaq həyat tərzidir. Və bu, bir çox insanın düşündüyündən daha təhlükəlidir. Uzun müddət oturmaq sadəcə bel ağrısı yaratmır. Bu, bütün metabolik sistemi dəyişir. Qan dövranı ləngiyir. Əzələlər demək olar ki, işləmir. Bədən daha az enerji sərf edir. Glukozanın istifadəsi zəifləyir. Yəni, çox oturan insanın şəkər mübadiləsi, damar sistemi və hətta ümumi uzun ömürlülük riski dəyişir. Ən yaxşı qayda çox sadədir. Hər saat qısa müddət ayağa qalxmaq. 5 dəqiqə belə böyük fərq yaradır. Biraz gəzin, bir neçə hərəkət edin, bədəni yenidən aktivləşdirin. Bu kiçik fasilələr belinizi, boynunuzu, damar sisteminizi və metabolizminizi qoruyur. Əgər kompüter qarşısında işləyirsinizsə, duruş da çox vacibdir. Monitor göz səviyyəsində, ayaqlar tam yerə dəyir, dirsəklər rahat vəziyyətdə. Bunlar xırda detallardır, amma illərlə təkrarlandıqda çox böyük fərq yaradır. Ara qidalar və su. Çox adam burada da səhv edir. Gələk gün ərzində qəlyanaltılara. Burada çox sadə bir prinsip var. Əgər həqiqi aclıq yoxdursa, sadəcə vərdişə görə yemək lazım deyil. Bir çox insan sıxıntıdan, stressdən və ya sadəcə saat uyğun gəldiyi üçün nəsə yeyir. Bu, bədəni lazımsız enerji dalğalanmasına salır. Amma çox uzun fasilə də yaxşı deyil. Əgər həqiqi aclıq yaranırsa, onu görməzdən gəlmək lazım deyil. Ən yaxşı ara qida nədir? Zülal və lif. Məsələn, yoğurt və gilə meyvə, pendir və tərəvəz, bir ovuc qoz və meyvə, şirin peçenye, bulkalar və sürətli karbohidratlar isə qısa müddətdə enerji versə də, sonra daha güclü azlıq yaradır. Su məsələsi də çox vacibdir. Bir çox insan əslində gün ərzində az su içir və bunu hiss etmir. Yüngül susuzluq belə baş ağrısı, halsızlıq, diqqət zəifliyi və hətta ürək damar sisteminə əlavə yük yarada bilər. Suyu gün ərzində bərabər paylamaq daha doğrudur. Birdən-birə çox yox, az-az, amma müntəzəm. Nahar, ən balanslı əsas qida. Günün ortasındakı əsas yemək balanslı olmalıdır. Burada sadə qayda var. Yarım boşqab tərəvəz, 1/4 zülal, 1/4 isə daha keyfiyyətli karbohidrat. Bu yanaşma həm enerji verir, həm də yeməkdən sonra yaranan ağırlıq və yuxululuğu azaldır. Məsələn, ət, balıq və ya toyuq qarabaşaq, bulgur və ya qəhvəyi düyü, üstəlik bol tərəvəz. Bu tip nahar bədəni yükləmir, amma günün ikinci yarısı üçün sabit enerji saxlayır. Axşam, çoxlarının ən böyük səhvi. Axşam saatlarında bir çox insan gün ərzində etdiyi bütün yaxşı vərdişləri bir səhvlə poza bilir. Bu səhv gec və ağır şam yeməyidir. Axşam bədənin həzm ritmi dəyişir, metabolizm yavaşlayır.
bədən artıq istirahət rejiminə keçməyə hazırlaşır. Əgər bu vaxt çox ağır yemək yeyirsinizsə, xüsusilə də çox yağlı və çox karbohidratlı qidalar, həzm sistemi əlavə yük altında qalır. Nəticə nə olur? Ağırlıq, şişkinlik, pis yuxu və zamanla çəki artımı. Ən yaxşı qayda şam yeməyini yuxudan təxminən 3 saat əvvəl yeməkdir. Şam yeməyi daha yüngül olmalıdır. Zülal və tərəvəz əsaslı. Məsələn, balıq və salat, toyuq və tərəvəz, omlet və göyərti, kəsmik və xiyar. Bu həm yuxunu yaxşılaşdırır, həm də axşam bədəni artıq enerji ilə yükləmir. Şamdan sonra qısa gəzinti isə çox böyük üstünlük verir. Cəmi 20-30 dəqiqə sakit tempdə gəzmək belə qanda şəkərin idarəsinə, həzmə və sinir sisteminə çox müsbət təsir göstərir. Gecə, yuxuya hazırlıq əslində ayrıca bir mərhələdir. Çox insanın düşündüyü kimi yuxu sadəcə yoruldum, uzandım, yatdım prosesi deyil. Bədən yuxuya hazırlanmalıdır. Ən böyük səhvlərdən biri yatmazdan bir qədər əvvəl telefon, planşet və ya televizor qarşısında qalmaqdır. Parlav ekranlar beyni hələ də gündüz olduğunu düşünməyə vadar edir. Nəticədə yuxu hormonu olan melatonin gecikir. Ona görə də yuxudan əvvəl ən azı 1 saat sakitləşmə mərhələsi çox vacibdir. İşığı bir qədər azaltmaq, telefonu kənara qoymaq, sakit fəaliyyətə keçmək, kitab, ilıq duş, yüngül nəfəs məşqləri. Bu bədənə siqnal verir ki, aktivlik bitir, bərpa mərhələsi başlayır. Yataq otağı da bu prosesdə önəmlidir. Çox isti otaq yuxunun keyfiyyətini pisləşdirə bilər. Sərin, qaranlıq və sakit mühit daha dərin yuxuya kömək edir. Və burada videonun əvvəlində vəd etdiyim vacib axşam vərdişinə gəlirik. İlıq duş və ya ilıq vanna. Bu çox sadə görünür, amma çox güclü fizioloji təsiri var. Bədən əvvəlcə isinir, sonra isə temperatur tədricən düşür. Məhz bu düşmə beyinə yuxu siqnalı verir. Nəticədə insan daha tez yuxuya gedir, yuxu daha dərin olur, bərpa prosesi daha keyfiyyətli keçir. Məhz keyfiyyətli yuxu isə ürək-damar sistemi, beyin, hormonlar, immunitet və uzun ömürlülük üçün ən güclü qoruyucu faktorlardan biridir. Bir çox insan səhər özünü pis hiss etməsinin səbəbini gün ərzində axtarır. Amma problem bəzən gecədən başlayır. Bütün günü bir yerə yığaq. Sağlam insanın bir günü möcüzəvi resept deyil. Bu çox sadə addımların düzgün ardıcıllığıdır. Səhər sakit oyanmaq, su, hərəkət, yaxşı səhər yeməyi. Gün ərzində müntəzəm hərəkət, düzgün duruş, balanslı qidalanma, kifayət qədər su. Axşam yüngül yemək, qısa gəzinti, ekranlardan uzaqlaşmaq, yuxuya düzgün hazırlıq. Bunların hər biri tək başına kiçik görünə bilər, amma birlikdə onlar həyat keyfiyyətini tam dəyişir. Ən vacib detal isə budur. Hamısını bir gündə dəyişməyə çalışmayın. Bir vərdiş seçin, onu sabitləşdirin, sonra növbətini əlavə edin. Uzun ömürlülük böyük qəhrəmanlıq deyil. Uzun ömürlülük təkrarlanan düzgün gündəlik seçimlərdir. Mən doktor Azərəm. Növbəti videoda çox vacib bir mövzudan danışacağıq. Xorultu niyə təkcə səs deyil? Və evdə edilə bilən hansı sadə test bəzən insult riskini vaxtında görməyə kömək edə bilər? Sağ olun, salamat qalın.